Salam uşaqlar, hər birinizi xoş gördük. İnşallah biz bugün birinci yarım il üzrə ümumiləşdirici tapşırıqlara baxacağıq. Çalışma 1. Euler-Venn diaqramında qüvvə və təcil üçün uyğun bəndləri müəyyən edin. Burada biz diaqramı görürük. Aşağıda da bəndləri görürük. Birinci bənddə deyilir, vahidi metr böl saniyə kvadratdır. Əlbəttə ki, metr böl saniyə kvadrat təcilin vahidi idi. Biri təcilin aşağısından yazarıq. 2. Vahidi newtondur. Qüvvənin vahidi newtonu idi. O zaman 2 qüvvəyə aiddir. 3 vektorial kəmiyyətdir. Həm qüvvə, həm təcil vektorial kəmiyyət idi. Onda 3'ü ortaya yazarıq. 4 dinamometr ilə ölçülür. Yalnız qüvvə dinamometri ilə ölçülürdü. O zaman 4'ü qüvvənin altından yazarıq. 5 vahid zamanda sürətin dəyişməsidir. Vahid zamanda sürət dəyişməsi təcillə bərabər idi. Xatırlayırsınızsa A bərabərdir. V çıx V0 bölünsün T yazmışdıq. Yəni təcilimiz vahid zamandakı sürət dəyişməsidir. Onda 5'i təcilin altından yazarıq. Davam edək. Çalışma 2. Şəkildə təsvir olunmuş cihazlarla ifadələr arasındakı uyğunluğu müəyyən et. Burada biz cihazları görürük. Birinci cihazımız saniye ölçəndir. İkinci cihazımız xəttkeşdir. Üçüncü cihazımız da menzurkadır. Gəlin uyğunluğu müəyyən edək. Uzunluğu ölçür. Uzunluğu xəttkeş ölçürdü. O zaman A'nı 2'ye yazaq. 2A. Davam edək. B. Kiçik ölçülü bərk cisimlərin və mayelərin həcmini ölçür. Həcm menzurka ilə ölçülürdü. Onda B'ni 3'e yazarıq. 3B. Davam edək. Zamanı ölçür. Zamanı saniye ölçən ölçər. O zaman bunu da 1'e yazarıq. D. Ölçtüyü kəmiyyətin vahidi BS'də əsas vahid deyil. Həm zaman əsas vahiddir, saniye ölçənin ölçtüyü, həm də uzunluq əsas vahiddir, xəttkeşin ölçtüyü. Lakin həcm, hansı ki menzurka ilə ölçülür, əsas vahid deyil. Onda D'ni 3'e yazarıq. D buraya yazılar. Çünki menzurkanın ölçtüyü kəmiyyət əsas vahid deyil. Y bəndi, gedilən yolun uzunluğu məlum olarsa bu cihazdan istifadə etməklə orta sürəti təyin etmək olar. Orta sürətin düsturunu yazsaq, V orta bərabərdir. L ümumi bölünsün T ümumi. İndi bizə deyilir ki, Y bəndində gedilən yolun uzunluğu məlum olarsa, gedilən yol L hərfi ilə işarə edilmişdir. Demək ki, bu kəmiyyət məlumdur. Onda orta sürəti tapmaq üçün zamanımız məchul olmuş olur. Zaman isə saniye ölçən ilə ölçülür. Onda Y gedər 1'e. Həm C, həm də Y 1'də yazılar. Deməli bu testin uyğun bəndləri belə oldu. 1CY, 2A, 3BD. Davam edək. Çalışma 3. Şəkildə təsvir olunmuş cihazla bağlı doğru ifadələri seç. Burada gördüyümüz cihaz termometrdir. Gəlin baxaq görək hansı ifadələr doğrudur. 1. Temperaturu ölçür. Əlbəttə ki, termometr temperaturu ölçər. 1 doğrudur. 2. 1 bölgüsü 2 derece Selsidir. 1 bölgünün qiymətini tapmaq olar. 1 bölgünün qiyməti necə tapılırdı? Yazaq burada 1 bölgünün qiyməti bərabər edir. 1 bölgünü tapmaq üçün şkala üzərində ən yaxın iki göstəricinin fərqini yazırıq. Burada məsələn 100 ilə 80'i götürə bilərik. Onda bunların fərqi 100 çıx 80 bölünsün aradaki bölgülərin sayı. 1, 2, 3, 4, 5. Bunu bölürük 5'e. Əvvəlki vəziyyətə kiçildək. Deməli, bir bölgünün qiyməti bərabər edər. 100'dən 80 çıxılanda 20 qalır. 20'ni 5'e bölürük. Bu da eləyər 4 derece Selsi. Deməli, bir bölgüsü 4 derece Selsi elədi. Onda ikinci ifadə yanlışdır. Ölçmə xətası 3. Ölçmə xətası 2 derece Selsidir. Gəlin biz xətanı tapaq. Delta T derece Selsi bərabərdir. Cihazın xətası bir bölgüsünün yarısıydı. Yəni bir bölgünü bölərdik 2'ye. O da bərabərdir. Bir bölgümüz 4 derece Selsi'di. Bayaqlar biz onu tapdıq. Onu bölərik 2'ye. Bərabər edər 2 derece Selsi. Deməli 3 də doğrudur. Xətası 2 derece Selsi imiş.
4. En büyük ölçü həddi 80 derece Celsius'dir. Yukarıda biz 100 dereceden istifade ettik. Hatta 100 dereceden de büyük ölçme həddinə malikdir. Onda 4 de səhv olar. Devam edək. Çalışma 4. Verilmiş sözlerden istifade ederek cümleni tamamla. Sözleri biz aşağıdaki bu boşluklara yazacağıq. Mətni oxumağa başlayaq. Cismin hərəkəti zamanı cızdığı xətt trayektoriya adlanır. Onda trayektoriyanı buraya yazaq. Devam edək. Hərəkət trayektoriyasının uzunluğu gedilən yol adlanırdı. Onda yolu da buraya yazarıq. Trayektoriyanın başlangıç ve son nöqtələrini birləşdirən vektor yer değişmə adlanırdı. Buraya da yer değişmə yazırıq. Devam edək. Çalışma 5. Drone bir dəqiqə ərzində şəkildə təsvir olunmuş trayektoriya üzrə A nöqtəsindən B nöqtəsinə gəlir. Burada biz bir trayektoriyanı görürük. Bu trayektoriya üzrə drone A nöqtəsindən B nöqtəsinə gəlmişdir. A nöqtəsi buradadır. B nöqtəsi de buradadır. Devam edək. Onun yola göre sürətini ve yer değişmeye göre sürətinin qiymətini ve istiqamətini hesablayın. Deməli bizə zamanı vermişlər. 1 dəqiqədir. Onda yazıram. T bərabərdir 1 dəqiqə. O da bərabərdir 60 saniye. Başka ne verilib? Bu şəkildən rahatlıkla gedilən yol ve yer değişməni müəyyən etmək olar. Gedilən yolu üçün yazaq. L bərabərdir. Sadəlik naminə cismin istiqamətini dəyişdiyi nöqtələr biz fərqli hərflər ilə işarələyə bilərik. Buraya C, D, Y, F, buraya da M yaza bilərik. İndi gedilən yolu hesablayaq. A'dan C'ye 120 metrdir. A'dan C'ye 120 metr. Yazıram 120. C'den D'ye 75. Üste gel 75. D'den Y'ye 90. Üste gel 90. Çünkü bu trayektoriyanın uzunluğudur. Gedilən yolu tapmaq üçün bütün bu trayektoriyanın uzunluğunu hesablamaq lazımdır. Y'den F'e verilməyib, amma tapa bilərik. Burası 75 idi. Burası 60 olduğu için yani B ve M nöqtələri arasındaki mesafe bu mesafede 60 metre olar. Onda Y'den F'e 135 metredir. Onda yazarıq üste gel 135. F'den M'e 120. Üste gel 120. M'den B'ye de 60 metre. Yani üste gel 60 beraber eder 600 metre. Bu gedilən yol oldu. İndi isə yer değişməni tapaq. S de beraberdir. Bu xəttləri silək. Burada da bir K nöqtəsi yazaq. Yer değişmemiz ise AC üste gel CK üste gel KB düz xətti olur. AB hissəsi 120 metrdir. Onu da yazıram. Yer değişmək üçün də 120. CK hissəsi yuxarıdakı DY hissəsinə bərabərdir. DY hissəsi 90 metre olduğu için burası da 90 metre olar. Onu da üste gel 90 yazıram. Bir de KB hissəsi aşağıdaki FM hissəsinə bərabərdir. Bura 120 idi. Onda üstüne gələrəm 120. Bu beraber eder 330 metre. Deməli gedilən yolumuz oldu 600 metre. Yer değişmemiz oldu 330 metre. Deməli bizden əvvəl soruşulur yola göre sürət. Yola göre sürət belə yazılır. V beraberdir L bölünsün T. Bu beraberdir. Yolumuz 600 metre idi. Onu da yazıram 600. Zamanımız ise 60 saniyedir. Bölürəm 60'a. Kesin surətindən məxrəcindən bir sıfır atarıq. 60'ı 6'ya böləndə 10'a beraber edir. 10 metre bölünsün saniye. Yer değişmeye göre sürəti tapaq. V beraberdir S bölünsün T yazıram. Bu da beraberdir. İndi isə yer değişməni zamana bölərik. Yer değişmemiz 330 metre idi. İndi isə 330'u bölürük. Zamanımız yenə də 60'tır. O da beraberdir. Kesin surətindən və məxrəcdən sıfırlara atarıq. Qalır 33 bölünsün 6. O da beraber eder 5,5 metre böl saniyeye. Deməli həm yola göre sürəti tapdıq, həm də yer değişmeye göre sürəti tapdıq və bir de bizden soruşulur
Yer değişmeye göre süratin istiqaməti. Yer değişmeye göre sürat yer değişme istikametinde yönelir. Cisim A nöqtəsindən B nöqtəsinə doğru hərəkət etdiyi üçün cismin yer değişməsi budur. Yer değişimi hansı istiqamətdə yönəlirsə, əlbəttə ki, A nöqtəsindən B nöqtəsinə yönelir. Bu bizim yer değişməmizdir. Elə sürət də yer değişməyə göre sürət də eyni istiqamətdə yönələr. Beləliklə həm yola göre sürəti tapdıq. 10 metr bölü saniye elədi. Yer değişmeye göre süratin qiymətini tapdıq. 5,5 metr bölü saniye elədi. Ve yer değişmeye göre süratin istiqamətini tapdıq. A nöqtəsindən B nöqtəsinə doğru yönəlir. Yani sağa doğru. Davam edək. Çalışma 6. Düz xətt üzrə qarşı-qarşıya hərəkət edən iki avtomobildən birinin sürəti 13 metr bölü saniye. Digərinin sürəti isə 17 metr bölü saniyedir. Onlar 10 dəqiqə sonra qarşılaşarlarsa, başlanğıcda aralarındakı məsafəni hesablayın. Buna biz bir maşın deyə bilərik. Buna da 2 maşını. Və bu avtomobillər hərəkət edib müəyyən nöqtədə, fərzdəki buradakı A nöqtəsində görüşürlər. Onda görüşənə qədər birinci avtomobilin getdiyi yola, yəni buraya L1 deyərik. İkinci avtomobilin getdiyi yola da, yəni buraya L2 deyə bilərik. Deməli bunların aralarındakı əvvəlki məsafə, bu məsafəyə biz L desək, L bərabər edər L1 üstə gəl L2'ye. O da bərabərdir. L1'imiz əlbəttə ki V1 vurulsun T'dir. Üstə gəl. L2'nin yerinə isə V2 vurulsun T'dir. T1, T2 niyə yazmadıq? Çünki hərəkətə eyni anda başlayıblar. Görüşmələri üçün sərf olunan zaman da eynidir. Yani zaman eyni olduğu için T1, T2 yazmağa ehtiyac yoxdur. Bu düsturdan birinci cismin sürətinin yerinə 13 metr bölü saniye yazarıq. Onu da yazıram. Bərabər edər 13. Zamanımız isə 10 dəqiqədir. 10 dəqiqəni 10 vur 60, yəni 600 saniye şəklində yazmaq olar. Üstə gəl. İkinci cismin sürəti 17 metr bölü saniyedir. Onu da onun yerinə üstə gəl. 17 vurulsun. Burada da zaman var. Zamanı 600 götürdük bayaqları. 10 dəqiqəmiz 600 saniyedir. Onda bunu yenə də 600'e vurarıq. Bu da bərabər edər. 600 hər ikisində iştirak etdiyi üçün möhtərizə xaricinə çıxır. Qalır 13 üstə gəl 17. O da bərabərdir. 600 vurulsun 30. Bərabər edər. 6'nı 3'e vuranda 18 yazırıq. Yanındakı 3 sıfırı da arxasınca yazırıq. Deməli cisimlər arasındakı məsafə 18.000 metre idi. Hansı ki bunu kilometrede çevirmək olar. 1000'e bölərik. 18 kilometr alınar. Deməli cisimlər arasındakı əvvəlki məsafə 18.000 metr və yaxud da 18 kilometrdir. Davam edək. Çalışma 7. Cismin yol zaman grafiki verilmiştir. Onun birinci bənddə 30 saniye ərzində gedilən yolun tapılması soruşulur. İkinci bənddə sürət zaman grafikinin qurulması soruşulur. Gördüğünüz kimi bu yol oxudur. Bu ise zaman oxudur. Bu ise yolun zamandan asılı grafikidir. Grafikimiz koordinat başlanğıcından keçən düz xəttir. Əgər grafikimiz koordinat başlanğıcından keçən düz xəttirsə, onda biz yazırıq V bərabərdir konstant. Yəni cismin sürəti sabitdir. Məncə əvvəl ikinci bəndəkini icra etsək, yəni sürət zaman grafikini qursak işimiz daha asan olar. Deməli, sürətin zamandan asılı grafikini çəkərkən bərabər sürətli hərəkətdə biz bilirdik ki, sürətin zamandan asılı grafiki zaman oxuna paralel belə bir düz xəttir. Sadəcə sürətin qiymətini tapmaq lazımdır. Onu isə bu düsturdan tapa bilərik. V bərabərdir L bölünsün T. O da bərabərdir. Burada L'in qiymətlərindən birisini götürə bilərik. Məsələn, L'imiz 45 metr olarsa, ona uyğun olan zaman anı 3 saniyedir. Bərabər edər. 45'i bölərik 3'e. O da bərabərdir 15 metr bölünmüş saniye. Deməli cisimimizin sürəti 15 metr bölü saniye olar. Burada da metr bölü saniye yazarıq. Burada da saniye yazarıq. Deməli ikinci bənddə soruşulanı biz icra etmiş olduq. İndi isə keçək birinciyə. 30 saniye ərzində getdiyi yolu tap deyir. Yəni T bərabərdir 30 saniyedir.
Sürəti də yuxarıda tapdıq. 15 metr böl saniyə elədi. V bərabərdir 15 metr böl saniyə. Belə olan halda bizdən gedilən yol soruşulur. Yəni L bərabərdir sol işarə. Bu düsturdan L tapmaq olar. L bərabər yazarıq. V vurulsun T. O da bərabərdir. V'miz 15 metr böl saniyədir. Vurulsun T'miz isə 30 saniyədir. O da bərabər edər 450 metr. Beləliklə həm biz sürətin zamandan asılı qrafikini çəkmiş olduq, həm də gedilən yolu tapmış olduq. 450 metr elədi. Davam edək. Çalışma 8. 18 km böl saat sürətlə hərəkət edən velosipedçinin təcilin qiyməti nəyə bərabər olmalıdır ki, 5 saniyə sonra işıqforda dayana bilsin. Baxılan anda velosipedçinin sürəti 18 km böl saat idi. Bu onun başlanğıc sürəti olaraq qəbul ediləcəkdir. Onda V0 bərabərdir 18 km böl saat. Bunu metr böl saniyə çevirmək üçün 3,6'ya bölürdük. Onda 18'i 3,6'ya böləndə 5 metr böl saniyə alınır. İşaretin devamında deyilir ki 5 saniye sonra işıqforda dayanmıştır. Onda zaman t bərabərdir 5 saniye olacaktır. Dayanıbsa son sürəti isə 0'a bərabər olacaqdır. Bu halda bizdən soruşulur, təcil nəyə bərabər edər? Deməli, başlanğıc sürətimiz var, zamanımız var, son sürətimiz var. Təcilin bu fiziki kəmiyyətləri əlaqələndirən düsturunu yazacağıq. A bərabərdir. V çıx V0 bölünsün T yazırdıq. O da bərabərdir. Son sürət 0'a bərabərdir. Yazıram 0 çıx. Başlanğıc sürət 5 metr böl saniyə elədi. Çıx 5. Zamanımız da 5 saniyə elədi. Bölürük 5'e. O da bərabərdir. -1. Əlbəttə ki, təcilin vahidi metr böl saniyə kvadratdır. Deməli, təcili tapmış olduq. -1'ə bərabər edir. Davam edək. Çalışma 9. Velosipedçi sükunət vəziyyətindən hərəkətə başlayır və 30 saniyə sonra dayanır. Bu müddətdə o 180 metr məsafə qət edir. Velosipedçinin orta sürətini hesabla. Velosipedçinin başlanğıc sürəti 0'a bərabərdir. Çünki sükunət vəziyyətindən hərəkətə başlayır. 30 saniyə sonra yenə dayanır. Son sürəti də 0'a bərabərdir. Əlbəttə ki, velosipedçinin başlanğıc və son sürətlərindən asılı olmayaraq, velosipedçinin getdiyi ümumi yol və ona sərf edilən zaman məlum olarsa, onun orta sürətini V orta bərabərdir L ümumi bölünsün T ümumi düsturu ilə hesablaya bilirik. O da bərabər edər. L ümumimiz 180 metr eləyir. Buraya 180 yazıram. Zaman isə 30 saniyedir. T'nin yerinə də 30 saniye yazıram. Kəsin sürət və məxrəcindən sıfırları atarıq. O da bərabər edər. 18'i 3'e böləndə 6 metr bölünmüş saniyə. Deməli, velosipedçinin orta sürəti 6 metr böl saniyə edər. Davam edək. Növbəti çalışmamız 10 nömrəli çalışmadır. Cisim A nöqtəsindən hərəkətə başlayaraq, A nöqtəsi buradadır. Buradan bu istiqamət hərəkətə başlayır. 30 saniyə ərzində ikinci dəfə C nöqtəsinə gəlir. Yəni cismimiz bu nöqtədən belə hərəkətə başlayır. Bir dəfə keçir C nöqtəsindən. Sonra yenə də C nöqtəsinə gəlir. Əgər bu cismin trayektoriyasını təsəvvür etməyə çalışsaq, cismimiz gəlir. C nöqtəsindən bir dəfə keçir. Sonra yenə gəlir C nöqtəsinə çatır. Deməli, 30 saniyə zaman ərzində T bərabərdir 30 saniyə yazırıq. Etdiyi dövrlərin sayı bir dəfə dövrü tam icra etdi. O birisində yarısını. Onda dövrlərin sayı üçün n bərabərdir 1,5 yazarıq. Və bizdən soruşulur onun dövr etmə periodu və dövr etmə tezliyini hesablayın. Yəni T bərabərdir sol işarə, N bərabərdir sol işarə. Periyodun düsturunu belə yazırdıq. T bərabərdir kiçik t, yəni ümumi zaman bölünsün n, yəni dövrlərin sayı. O da bərabərdir. Kiçik t'miz 30 saniyedir. Dövrlərin sayı isə 1,5 edir. Onda 30'u 1,5'e bölərik. Bu da edər 20 saniye. Tezlik isə, yəni n bunun tərsi idi. Yəni 1 böl t yazırıq. O da bərabərdir. 1 bölünsün t'nin yerinə 20 yazdıq. Vahidi də 1 böl saniye edər. O da bərabərdir. Onluq kəsir şəklində ifadə etmək istəsək 0,5
saniyədə 1. Deməli periyodumuz 20 saniyələrdir. Tezliyimiz də %5 saniyədə 1 elədi. Davam edək. Çalışma 11. Təkərinin radiusu 0,6 metr olan avtobus bərabər sürətli hərəkət edərək 3,6 kilometr yol qət etmişdir. Təkərin neçə dövr etdiyini tap. Pi bərabərdir 3. Gəlin verilənləri yazaq. Təkərin radiusu 0,6 metrdir. Onda yazıram R bərabərdir 0,6 metr. Getdiyi yol isə 3,6 kilometrdir. L bərabərdir 3,6 kilometr. Hansı ki metrə çevirsək 3600 metredir. Çünki yuxarıda radiusu da metre ilə tapmışıq. Bunu da metrə çevirməyimiz məsləhətdir. Pi'miz 3'ə bərabərdir. Onda pi bərabərdir 3 yazaq. Və bizdən soruşulur dövrlərin sayı. Yəni n bərabərdir sual işarəsi. Bu fiziki kəmiyyətlər arasında əlaqəni düstur şəklində belə ifadə etmişdik. Yəni təkər n dəfə dövr edərsə gedilən yol L bərabərdir 2pi r vurulsun n yazırdıq. Bu bir dövr edərkən gedilən yoldur. N dəfə fırlananda isə onu biz n'ə vurub ümumi gedilən yolu tapırdıq. Bu ifadədən isə bizə n lazımdır. N bərabərdir. Yanındakı 2pi r'i məxrəcdə yazıram. 2pi r. L'yi isə surətdə yazıram. Bərabər edər. L'imiz 3600 metrdir. Onun yerinə 3600 yazıram. 2 vurulsun. Pi'miz 3'ə bərabərdir. Vurulsun. R ise 0,6 metrdir. Yəni buraya da 0,6 yazarım. Bərabər edər. 36 ilə 6 ixtisar gedir. Burada qalır 6. 6'nı da 0,6'ya bölsək 10 qalır. 2 0 da buradan edər 1000. Yəni 10 vurulsun 100 1000 edər. Deməli dövrlərin sayını tapmış olduq. 1000 dövr edir. Davam edək. Çalışma 12. Rəqqas O nöqtəsindən 2 kənar nöqtəsinə, sonra isə 2 kənar nöqtəsindən 1 kənar nöqtəsinə gəldi və buna 3 saniyə vaxt sərf etdi. Rəqqas əvvəl buradaydı O nöqtəsində, yəni buradaydı. Gəlir 2 kənar nöqtəsinə, yəni buraya gəlir. Sonra isə 1 kənar nöqtəsinə gəlir, yəni buraya gəlir. Onun hərəkət trayektoriyasını çəksək, belə bir hərəkət trayektoriyası cızır. Və buna sərf edilən zaman T bərabərdir 3 saniyəyə. 3 saniyə. Rəqqasımız bir rəqsi tamamladı mı? Xeyr. Niyə tamamlamadı? Çünki rəqqas bir rəqsdə 4 amplitud qədər məsafə getməlidir. 1, 2, 3. Bu dördüncüsünü getmədi. Yəni rəqqasın rəqslərin sayı n bərabər elədi 4-də 3'ə. Bir rəqsi belə tam icra etmədi. Belə olan halda bizdən rəqqasın rəqs periodu və rəqs tezliyi soruşulur və bir də 28 saniyə ərzində neçə rəqs etdiyi soruşulur. Bu son hissəni sonuna saxlayaq. Əvvəl periodu və tezliyi tapaq. Periyodun düsturu T bərabərdir. Kiçik T bölünsün n'dir. O da bərabərdir. 3 bölünsün n'in yerinə 4'də 3 yazırıq. O da bərabərdir. 3 böl 4'də 3. O da bərabərdir. 3 vur 3'də 4. 3'lər ixtisar gedər. 4 qalar. Deməli periyodumuz 4 saniyələdir. Tezlik isə nü bərabərdir. Periyodun tərsi idi. O da bərabərdir 1 böl 4. O da bərabər 0,25. 1 böl saniyə. Deməli periyodu tapdıq. 4 saniyə elədi. Tezliyi də tapdıq. 0,25 saniyədə 1 elədi. İndi isə bizdən soruşulur. 28 saniyə ərzində neçə rəqs edər deyə. Yəni zamanımız T bərabərdir 28 saniyədir. Bu zaman ərzində neçə rəqs edər? Rəqslərin sayı n hərfi ilə işarə etmişdik. N bərabər sual işarə yazıram. Əvvəl bizə zaman olaraq 3 saniyə verilmişdi. İndi 28 saniyə verilib. Zamanın qiymətindən asılı olmayaraq bizim rəqqasın periyodu və tezliyi sabit qalır. Onda biz periyodunda T bərabərdir 4 saniyə olduğunu nəzərə alaraq n'i tapa bilərik. Elə bayaq yazdığımız bu ifadədən n bərabərdir. Kiçik T bölünsün böyük T. O da bərabərdir. Kiçik T'miz 28 saniyədir. Buraya yazıram 28.
Böyük T'miz isə 4 saniyədir. Yazıram 4. 28 4-ə böləndə 7 rəqs edər. Beləliklə 28 saniyə ərzindəki rəqslərin sayını tapdıq. 7 rəqs edirmiş. Davam edək. Çalışma 13. Rəqs amplitudu 1,6 metr olan rəqqas 1,5 saniyə ərzində 36 rəqs edir. Onun rəqs periodunu, rəqs tezliyini və 25 saniyə ərzində getdiyi yolu tap. Deməli, rəqqasın amplitudu verilib. A bərabərdir 1,6 metr yazıram. Zaman verilib. T bərabərdir 1,5 dəqiqə. Onu saniyə çevirə bilərik. 1 dəqiqə yarım edir. Yəni 90 saniyedir. Rəqslərin sayı da verilib. 36 rəqs edirmiş. Onda n bərabərdir 36. Və bizdən soruşulur period, tezlik, bir də 25 saniyə ərzində getdiyi yol. Əvvəlcə period və tezliyi tapaq. T bərabərdir sual işarə, nü bərabərdir sual işarə. Periodun düsturunu belə yazmışdıq. T bərabərdir kiçik t bölünsün n, o da bərabərdir. Kiçik t'miz 90 saniyedir. 90'ı bölürük. O da bərabər edər 2,5'e. Yəni periodumuz 2,5 saniyedir. Tezlik isə periodun tərsidir. 1 böl t yaza bilirəm. 1 bölünsün 2,5 bərabər edər 0,4'e. 0,4 saniyədə 1. İndi isə 25 saniyə ərzində getdiyi yolu tapaq. Yəni bu dəfə zamanımız 25 saniyədir. Gedilən yolu tapırıq. L bərabərdir sol işarə. Rəqqasın getdiyi yolun düsturunu L bərabərdir 4A n şəklində yazmışdıq. Burada A amplitudur, n isə rəqslərin sayıdır. Amplitudumuz məlumdur. 1,6 metrdir. Onda yazaq. Bu ifadə bərabər edər 4 vurulsun 1,6. Lakin buradakı rəqslərin sayı məlum deyil. Rəqqasın periodunu bayaqlar tapdıq. 2,5 elədi. Bir də ümumi zamanımız da məlum 25 saniyədir. Rəqslərin sayını bu düsturdan tapa bilirik. N bərabərdir kiçik t bölünsün böyük t. O da bərabərdir. Kiçik t 25 saniyə elədi. Böyük t'miz isə 2,5 saniyə. Onu da buraya yazar. 25 böl 2,5. O da bərabər edər 10. Deməli bu rəqslərin sayını da 10 yazıram. O da bərabər edər. 1,6'nı 10'a vuranda 16 alınır. 4'ü 16'ya vuranda 64 alınır. Əlbəttə ki, gedilən yolu tapırıq. Vahidi metr olacaqdır. Deməli, gedilən yolda tapmış olduq. L bərabərdir 64 metr. Davam edək. Çalışma 14 şəkildə helium atomu təsvir olunmuşdur. Bu atomu təşkil edən zərrəciklərin kütlələrini və elektrik yüklərini müqayisə et. Gördüyünüz kimi helium atomu elektronlardan və nüvədən ibarətdir. Nüvə isə öz növbəsində protonlardan və neytronlardan ibarətdir. Dərslikdə bu zərrəciklərin kütlələri ilə bağlı qısa da olsa məlumat verilib. Deyilirdi ki, protonların kütlələri təxminən neytronların kütlələrinə bərabər idi. Yəni m proton bərabərdir m neytron. Həm proton, həm də neytronun kütləsi elektronun kütləsindən 1840 dəfə kiçik idi. Əlbəttə bu da təxmini rəqəmdir. Onda bu bərabər edər elektronun kütləsini, m elektronu 1840'a vurandan sonra m neytrona və yaxud da m protona bərabər edər. Deməli m proton bərabərdir m neytron, o da bərabərdir 1840 m elektron. Davam edək. Çalışma 15. Hansı variantda Rezerfordun apardığı təcrübənin nəticəsi təsvir olunmuşdur? Cavabı əsaslandır. Rezerford atomun daxili quruluşunu müəyyən etmək üçün atomun üzərinə alfa şüalarını, yəni müsbət yüklü zərrəciklər göndərmişdi və təcrübə nəticəsində Rezerford müəyyən etmişdi ki, atomun üzərinə göndərilən zərrəciklərin heç də A şəklində olduğu kimi hamısı digər tərəfə keçməz. B şəklində olduğu kimi zərrəciklərdən bəziləri, yəni çox cüzi hissəsi geri qayıdır. Bunu əslində həm də əsaslandırmış olduq. Deməli doğru cavabımız B bəndi olar. Bu yarım il bu qədər. İnşallah növbəti yarım il görüşərik.